Ağsaqqal, sənin sualım son zaman bir də görsən küçədə bayırda adamlar evsiz, eşiksiz, skameykada qalırlar, tində qalırlar və bəzi insanlar onlara laqeyd yanaşırlar. Heç salam belə vermirlər. Necə baxsan bu işlərə? Çox pis. Elə adama yaxınlaşıb bir qayğı göstərmək lazım, bir kömək eləmək lazım. Nə böyük şeydə ona bir dəstək olmaq. Nə insanın vicdanı olmalıdır. O adama baxanda sən sızıldamalısan, yaxınlaşıb bir kömək eləməlisən. Elə şey olar. Bəs Ağsaqqal, elə birisini görsəydi, siz onu aparıb evdə ona qalmağa yer, yemək, yəni baxardınız ümumiyyətlə, qayğı göstərərdiniz. Əlbəttə baxardım. Apararam ona evimə, yedizdirərəm, içdirərəm, bir qismət çörək qoyaram. Onun elədiyi mənim ömrümün axırına qədər bəsdir. Yəni siz onu evinizdə saxlayarsınız. Niyə saxlamıram? Nə böyük şeydir ki, bir ağız da. Onda Ağsaqqal, bizim bax belə küçədə qalan bir şəxsimiz var, evsiz, eşsiz. Bunu apara bilərsiniz də evinizə. Yox. Necə yox? Bunu mən niyə ev aparım qaynamın qalsın zibilə salım axı bunu? Mən özüm zibildəyim. Heç qaynamla cöməli qala bilmirəm. Evdə məni boğazlayır, xitlədir, imkan vermir yaşamağa. Gəl bir yerdə yatıram, gəl blokda yatıram. Bunu necə zibilə salsan? Sən qaynanla qalsan? Qaynamla qalanam sən. O sən nə nankör adamsın ha? Sən Yunan gördün. Bir dənə yer tap.